Bu bölmənin sonuncu, yəni 11-ci sualı ilə tanış olaq. Proqramlaşdırma üzrə yarışda 3 tip məsələ təklif olunub: A, B və C. A tipli məsələnin düzgün həllinə görə yarış iştirakçısına 1 bal, B tipli məsələnin həllinə görə 2 bal, C tipli məsələnin həllinə görə isə 3 bal verilir. Yarışın qalibi iştirakçının topladığı ümumi bala görə müəyyən olunur. Yarışın yekununa görə tərtib olunmuş cədvəldə iştirakçıların hər tip məsələdən neçəsini həll etdiyi göstərilib. Cədvəlin başlanğıcı belədir. Bütün iştirakçıların topladığı ballar fərqli olarsa, qalibi müəyyənləşdirmək üçün nə etmək lazımdır? İlk növbədə gəlin şərtlə tanış olaq. Bizə bir yarış təqdim olunub və yarışda 3 tip məsələ var: A, B və C. A tipli məsələyə görə 1 bal, B tipli məsələyə görə 2 bal, C tipli məsələyə görə isə 3 bal göstərilir. Bu yarışda ümumi balın hesablanması A üstəgəl 2B üstəgəl 3C şəklində olacaq. İndi gəlin variantlarla tanış olaq. A bəndi. Cədvəli C sahəsinin qiymətinə görə artan sıra ilə çeşidləmək və birinci yazını götürmək. Xeyr. B bəndi. Cədvəli C sahəsinin qiymətinə görə azalan sıra ilə çeşidləmək və birinci siyahını götürmək. Xeyr. C bəndi. Cədvəli A topla 2B topla 3C ifadəsinin qiymətinə görə azalan sıra ilə çeşidləmək və birinci yazını götürmək. Bəli. Bu tipli sıralamadan sonra azalan sıra ilə çeşidləməliyik. Çünki azalan sırada ilk növbədə ən böyük ədəd gəlir və ən böyük gələn ədəd əslində qalibin qiymətidir. Doğru cavabımız C bəndidir.